şəffaf boynu yavaş-yavaş səni doğuşa hazırlayır. İnşallah. Doğuş da istəyirik. Bəli. Xırda-xırda sancılanırsan, belin altı, qarnın altı. Bazar günü ağdaşı olacaqmış kimi sancım olmuşdu. Səhərsi gün biraz belim ağrıdı. Axıntın gəlməyibdir sağ gün. Axıntı ya Yox, həmişə beləncəsə bir şey düşsündür. Yox. Ola bilsin düşərdə, yəni 29-a düşüb uşaqlıq boynu. Amma bu həftələrdə normaldır, 34 həftəsə narahat olma. Yəni bu uşaqlıq boynu yaşayış eləməsən, ağır yürü qaldırmasan, indi namaz qılırsan, otur-otura dolanmaz, yaxşı. Bunu eləsin, hələ səni 3 həftə saxlayacaq. 3 həftədə 37 həftə normal doğuş vaxtıdır, doğacaq Allah deyilsə, yaxşı. Belə, bir dəfə dolanması var, sıxılır uşağı. Bir şey araldadır, yəni rahat ondan işləyə bilərik. Qan azlığı falan deyən var da, nereye yox idi? Yox idi. Siliyiz adı. normal idi. Axırıncı